أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين محمد وآله الطيبين الطاهرين لا سيما بقية الله في العرضين ولعنة الداعمة على أعدائهم أجمعين وبه نستعين أما بعد. Aile hakkında inşallah mövzumuzu, bəhsimizi davam edirik. İslamın göstərişləri haqqında bəyanat verdi ki, ailə məsələlərində müəyyən hədlər, ailədə ünsiyyət məsələləri, eyni zamanda valideynə də xeyriyyətçilik etməyə qısaca toxunmuşduq əvvəldə və bunun bəhsini davam elətdirək ki, valideynə xidmət eləməyin, valideynin qulluğunda durmağının dinin nəzərində dəyəri necədir və o hansı bizi əxlaqi dəyərlərə səsləyir. İslami göstərişlər, yəni öz ardıcıllarının mənafeyini təmin etmək əsasında möhkəmlənir və riayət edilməsi insanın dünya və axirət səadətinə zəmanət verir. İslamın tərtib olunduğu, tərtib etdiyi daha doğrusu proqramları ürəkyanan bir həkimin yazdığı reseptə bənzəyir ki, bu reseptlə o xəstənin ki, şifa tapacağı var, həmin onu insanın istifadəsinə verir. Onlara əməl edilməsi, hətta adı dərman kimi olsa belə, insan təbiətinə uyğun gəlməsə belə, yenə də xəstənin xeyrinədir. Valideynlərə yaxşılıq etmək, onlara qarşı xoş rəftar olmaq, ata-ananın fədakirlikləri müqabilində dəyərli əməllər etmək, tövhidin və müqəddəs İslam dininin başlıca amillərindəndir. Və bu barədə Quran-ı Kərim və mübarək hədislərdə Allah və onun Peyğəmbəri Məsumullah əleyhissalam təkidlə tövsiyələr ediblər ki, bunu əməl edənlərə dünya və axirətdə 2 qat savabı vardır. Müsəlmanların içərisində bu əməllərə, valideynlərə ehsanat, yaxşılıq etmək, axirət səbəblərə ilahi razılıq qazanmaq bəyanını bildirən məsumların əleyhissalamın hədislərindən məlum olur ki, digər əhəmiyyətli və dəyərli nəticələr də bunların ardınca gəlir. Ən mühüm amil insanın buyurur hədislər ki, cəhənnəm odundan uzaqlıqdır. Valideynə xidmət insanı cəhənnəm odundan uzaq edib Allaha yaxın eləyər. Peyğəmbər zətlə bu haqda buyurur ki, Səfinətül Baharın 2-ci cildində 687-ci səhifəsində buyurur, Qalə Resulullah salavatullah kana baran vaqtasara aləl cənnəti və in kənət əqa fəqtasari alən nari. Əgər deyir, əqlində, istəyində, niyyətində behişt, cənnət sevdası istəyi varsa, ata-anaya yaxşılıq et, ona xidmət göstər valideynlər və əgər cəhənnəm oda nifrət edib ora girmək istəmirsənsə, valideynlərinə əziyyət verməkdən uzaq dur. İmam Sadiq əleyhissalamdan İbrahim ibn Şüeyb adlı səhabəsi nəql eləyir. Digər bir mübarəkədə Usul-u Kafinin 2-ci cildinin 162-ci səhifəsindən عن إبراهيم بن شؤيب قالت لأبي عبد الله عليه السلام إن أبي قد كبر جادا فنحن نعمل إذا أراد الحاجة. İbrahim bin Şüeyb deyir, İmam Sadiq Aleyhisselam'a ərz etdi ki, mənim atam o qədər qocalıb ki, təharətə gedəndə də, başqa işlərdə evdə, yəni ümumiyyətlə, çöl işlərini, başqa işlərini yerinə yetirmək istədikdə, onu biz bir yerdən digər yerə aparırıq. Onda fəqalə İmam Sadiq Aleyhisselam, İmam Sadiq Aleyhisselam deyir, onda buyurdu ki, İstəətə təli zəlikə minhu fə'lu və liqamətu biyədikə fəinnəhu cənnətə ləkə qadə. Həzrət İmam Sadiq Aleyhisselam ona buyurdu ki, ey İbrahim, əgər sən özün şəxsən bu işləri öhdəvə götürsən və atana öz əlində yemək yedirdib ona müəyyən işlərini getmək üçün, tərpənmək üçün, hərəkət üçün, yəni köməklik eləsən,
daha üstün olar. Çünki bu kimi işlər cəhənnəm odundan uzaq olmağa səbəbdir. Buna görə İbrahim əleyhissalam, Həzrət İbrahim əleyhissalamın həyatına da baxsa, necə ki, burada hədislərində zikr olundu, dayısının ona himayədarlığına görə neynirdi? Onun haqqını ödəyirdi, amma din məsələsinə gələndə onlarla aşkar mübarizə aparırdı. Demək, valideynə onun hüquqlarıdır ki, xidməti müqabilində çox böyük köməklik göstərilsin. Çünki biz əvvəllərdə buna toxunmuşduq, bəzi hədislərlə də yəni bəhsimiz uzanmaz. İmam Sadiq əleyhissalam, Həzrət Musa əleyhissalam haqqında bir mübarək hədisi Biharul Anvar'da mərhum Əllam məclisi gətirir. Buyurur ki, Ən Əbu Abdullah əleyhissalam beynə Musa bin İmran ən yunaci Rabbahu Azze və Cəllə izə ra'yan rəculən. Deyir, Həzrət İmam Sadiq əleyhissalam buyurur ki, Həzrət Musa bin İmran əleyhissalam Allah Teala ilə ki münacat edirdi, Rəbbi ilə münacat edində nübüvvət nəzərləri ilə Allahın ərşində deyir, ra'yə rəculən təhtə zəllə ərzəllahı ki, Allahın ərşində qaratılmış bir kişini görür. Fəqavlə, ya Rabbi, və deyir, Rəbbinə deyir ki, ey Rəbbi, mən həzəlləzə qad əzəllə ərşəkə. Deyir, ya Rəbbim, bu adam kimdir ki, bu o hansı kəsdir ki, yəni sənin əzəmətli ərşində qərar tutub, məqamında, yəni o məqama gəlib çatıb. Fəqavlə Teala, deyir, Allah Teala dedi cavabında ki, ya Musa, həzə kənə bə'ərən bivalideyhi ləm yemişə bil məmiyyətə. Mə'tə. Buyurur ki, Allah Teala dedi ki, ey Musa, bu insan ki var, ata-anasına yaxşılıq etmiş. Cəmaatın içində də artıq pis sözlər gəzdirməmiş insandır. Deməli, yəni bu cür əməllər insanlar arasında, yəni qeybət, kiminsə eybini açmaq və valideynlərə xidmətlə insan bu məqama gəlib çatıb. Yəni, valideynlərə ehtiram və xidmət etmək çox mühüm bir amildir. Allah buna görə bəhiş cənnəti, yəni behiştin, cənnətin vədəsini verir ki, Allahın da vədi heç vaxt özünə xilaf olmaz. Eyni zamanda valideynləri yaxşılıq cəhənnəm odundan uzaq tutmağa, cənnəti qazandırmaqdan əlavədə insanın can vermə anını asanlaşdırır. İnsan ki, son anda qəbz-i ruh olur, mələk qəbz-i ruh edir, həmin vaxtı ölüm, onun can verməsini, ölümünü asanlaşdırır. Bu haqda küllən çoxlu hədislər varid olub, biz bəzilərinə toxunaq ki, inşallah əzizlər də istifadə eləsin. Valideynə yaxşılıq etmək müsbət nəticələrindən biri də can vermənin asan olmasıdır. Hamının qorxduğu, göz yaşları axıtdığı, qorxunc ölüm anları təkcə insanın özü üçün deyil, həm də o mənzərəni müşahidə edən bir şəxs üçün vahiməli qorxuludur ki, istənilən vaxt belə bir mənzərəni təsəvvür etdikdə insanın üzərində qəm, qüssə izləri aşkar olur. Yəni, ona görə də din bu anları çox həssas və şiddətli şəkildə vəsf eləyir. Yəni, tövsiyələrə görə yaxşı əməl sahiblərini, təqvalı möminləri can verən şəxsin başı üstünə gətirib, onlar üçün dua etdirmək lazımdır. Ha belə cənabətli, napak adamların da onlardan can verəndən uzaq olmasını təşkil etmək lazımdır və Quran ayələri, xüsusilə Yasin, Səffat və Mülk surələri oxunmalıdır ki, mən öz ustadımdan, Allah cəmi ustadları salamat eyləsin, Şeyx Nəsir Ağadan mən bir dəfə eşitdim ki, bir seyyidin atası can verirdi, əziyyət çəkirdi, yəni qəbz-i ruh ola bilmirdi, özü də içkiçən olub, şeyxə dəvət edir həmin seyyid, ustad o insanın başı üzərində Mülk, Səffat surələrini oxuyandan sonra canını tapşırır. Mövlamız Əmir əl-Müminin Ali ibn Əbi Talib əleyhissalam, Peyğəmbər səlavatıllahdan, o da Cəbrail əleyhissalamdan
ölüm anlarının necəliyi haqqında bəyan edərkən bu hədisin mahiyyətini deyir. Deyir ki, Səfinətül Baharda gələn bir hədisdir. Buyurur ki, Qalə Resulullah Mavtahu aləl qaraşi əşhəddu min zərəbtil alfun seyfən əxbərinə bihi Cəbrail. Deyir, Cəbrail mənə xəbər verdi ki, insanın evdə öz yatağında təbii ölümü 1000 qılınc zərbəsindən ölməkdən daha çətindir. Yəni, elə bir ağıllı və imanlı insan tapmaq olar ki, belə bir günün fikrində olmasın. Yəni, bu insan düşüncə sahibidirsə, mümindirsə, öz gözəl əməlləri ilə bu çətin anları asanlaşdırmağı düşünməsin. Yəni, insan bir imanlı şəxs olar, o insanın da ki, xoşbəxtlik və səadəti düşünməsin cənnətində. Yəni, belə bir şey mümkün ola bilməz. Ona görə mümin adi sıravi bir ölümdən, ləhv yaşayışdan uzaqdır. Əli əleyhissalam mübarək qədəmlərin, onun Əzraili dostcasına etdiyi tövsiyələrin intisarında olmayan mümin ola bilməz. Ona görə də hər kim ki istəyir ki, bu məqama yetişə, bu mənfəəti əldə eləyə, ata-ananın xidmətində dursun, eyni zamanda bizlər də hər əzab əziyyətinə dözmək lazımdır və onlara əziyyət verməkdən çəkinməliyik. İmam Sadiq əleyhissalam mərhum Əl-Val Məclisin nəql elədiyi Biharul Ənvarın 74-cü cildində nəql etdiyi hədisdə deyir ki, Qalə Sadiq əleyhissalam mən uhibbu ən yəxfifəllahu azza və cəllə anhu səkərətəl mavtə fəlikən liqarabətihi vusulən və bivalideyhi barən. Həzrət İmam Sadiq əleyhissalam buyurdu, hər kim ki Allahın onun ölüm anlarını asan etməsini, yəni can vermək vaxtını, qəbz-i ruh vaxtını asan etmək istəyirsə, qohumları ilə əlaqəni möhkəmləndirsin. Vəsilə olsun ki, qohumlar arasında möhkəmlik bağları qırılmasın, silə-i rəhm etsin və valideynlərinə xeyriyyət versin, yaxşılıq eləsin. Mərhum Şeyx Mürtəza Ənsari rəhməhullahın bir məsələsinə toxunaq, həyatından, böyük İslam alimlərimizdən də onu tanımayan yoxdur ki, Məkasib adlı böyük bir fiqhi dərsliyin sahibidir. Bugün mərci olmaq istəyənlər, hövzədə dərs oxuyanlar bu kitabı oxumamış, mərci olmazlar. Mərhum Mürtəza Ənsari rəhməhullah elmi hövzələrin çoxluğuna, tələbəsinin çox olmağına baxmayaraq, eyni zamanda da mərci təqlid kimi ağır bir məsuliyyəti öhdəsini götürməyə baxmayaraq, bir gün onun tələbələri görür ki, öz qoca anasını çiynə alıb hamama aparır. Tələbələr bu mənzərəni görəndə ağadan xahiş eləyir ki, bu iş onlara təhvil versin. Amma o ilahi şəxsiyyət bu təklifi qəbul edib buyurur ki, bu mənim anamdır və ona xidmət etmək mənim borcumdur. Siz də gedin öz ana və atalarınıza bu cür rəftar edin, onlar razı salın, razılığını da əldə eləyin. Yəni, bir din alimin öz anası ilə bu cür gözəl rəftar etdiyini, qul kimi öz anasının qarşısında təvazökarlıq etdiyini, onun dalını alıb hamama apardığını, gecələr gecə namazı qılmaq üçün anasını oyatdığını, işdə su hazır etdiyini və bütün dərs problemlərini, cəmaatın bütün işlərini yerinə yetirdiyini, ata-anasının bir ömür namazını qıldığını gördükdə, aydındır ki, biz də belə böyük bir şəxsiyyətlərdən valideynlərə xidmət etməkdə insaniyyət dərsi almalıyıq. Və valideynlərimizi özümüzdən razı salmalıyıq. İmam Sadiq əleyhissalam bu haqda buyurur ki, valideynə əziyyət verən, narazı salan insan haqqında buyurur ki, bir nəfər can üstə idi, cavan, dili tutulmuşdu, danışa bilmirdi. Peyğəmbər sallallahu ola ki, deyirdi ki, La ilahe illallah denən, şəhadəti denən, deyə bilmirdi. Peyğəmbər sallallahu bunu görəndə anasını soraqlaşır. Bir yaxınlıqda durmuş qadınlar bildi ki, onun valideyni mənəm, anası mənəm. Peyğəmbər sallallahu buyurur ki, sən bu cavanları alsanmı? Buyurur, ya Resulullah, mən 6 aydır ki, onunla danışmıram, ondan kör bir övladdır, məni çox incidir. Peyğəmbər sallallahu xahiş edir ki, oğlundan razı olsun.
Qadın buyurur ki, ey Peyğəmbər, sənin razılığın xatirinə ondan razı olub təqsirimdən keçdi. Bu halda cavanın dili açılır və Peyğəmbər səhlə danışmağa başlayır ki, can vermənin çətinliklərini bəyan edir eyni zamanda. Ki, İmam Sadiq əleyhissalam ona görə burada deyir ki, İn Rasulillah və həzərə şəbən ində vaqətəhu fəqalə ləhu qul la iləhə illallah qalə fəqtəqlu lisanəhu. Biz o zaman ki, yəni o vaxt ki, Peyğəmbər s.ə.v gəldi o adamın yanında, hazır oldu başının üstündə, onun yanında və ona dedi ki, deyilən bu la iləhə illallahı, o da neynədi? Bacarmadı. Yəni deyə bilmədi, çünki nə? Dili tutuldu. Bəli, Peyğəmbər s.ə.v bu cavanın bu vəziyyəti görəndən sonra məhz bu valideyninə müraciət edir ki, Sadiq əleyhissalam bildirir ki, yəni valideyninə əziyyət eləmək, bax bu cür fəsadlara gətirib çıxardır. Allahdan istəyirik ki, bizim hamımızın dinin göstərişlərini itaat etməkdə müvəffəq etsin, valideynlərimizi daha artıq xidmət etməkdə, onların razılıqlarını daha çox əldə etməkdə, hər növ üsyankarlığının qarşısını almaqda bizə kömək olsun. Valideynə yaxşılıq etmək eyni zamanda bu saydıqlarımızdan sonra günahların bağışlanmasına səbəb olur. Necə ki, bu hədisin özü də bunun üçün bir müqəddimə idi. Valideyni yaxşı etmək çoxlu bərəkətli, səmərəli faydalarından biri günahın bağışlanmasıdır. Ki, məsumların kəlamlarında aşkar şəkildə bu bəyan olunur ki, ata-anaya kömək etmək insanın günahlarını aradan atırır. Bəzi mübarək hədislərdən bir neçəsini zikr eləyək, bəzilərini deyək. İmam Sadiq əleyhissalam buyurur ki, عن أبي عبد الله عليه السلام جاء رجل إلى النبي صلى الله عليه وسلم فقال ولدت بنتا وبئتها حتى إذا بلغت فألبستها وحليتها ثم حأت بها إلى قليبي فدفعتها في جوافه وكان آخر ما سمعت منها وهي تقول. Bir nəfər, yəni Peyğəmbər bir dənə kişi Nəbi Səllavatullahın yanına gəlir və deyir, Allah Teala bana bir qız verib. Yəni o bir qız verib, deyir, onu böyüdüb, boya başa çatmışam, bələğdə. Zaman ki onu boya başa çatdırdım, böyle hətta buluğa yetişdi. Sonra ona bəzəkli, gözəl paltarlar, geyimlər geydirib bəzədim. Sonra onu bir quyunun yanına gətirib ora salıb öldürdüm. Ondan sonra axırıncı onun dilindən eşitdiyim son sözü ah atacan ki, bu kəlməsi oldu. Ya əbətəha فما كفر ذلك قولا لك أم حياتا. Hazreti İmam Sadiq Əleyhisselam buyurur ki, ya ey atacan, ey mənim atam naləsi oldu ki, deyir, bu kəbirə günahının kəffarəsi nə olacaq ki, mənim bu həyatda? Peyğəmbər sallallahu buyurur ki, qalə, nə qalə? Əleyhisselam buyurur, Ələkə xalətün həyətə qalən nəəm. Birinci Peyğəmbər sallallahu buyurur ki, Ələkə xalətə vəlidə, deyirsən, anan sağdır mı? Kişi deyir, yox. Bəs deyir, xalan sağdır mı? Kişi deyir, bəli, nəəm. Sonra buyurur ki, Peyğəmbər sallallahu قال فبيرها فإنها بمنزلة العام يكفر عنك ما سمعته. Deyir ki, səni itə, yəni git, xalına yaxşılıq et. O sənin anavın yerindədir. Sənin günahların bağışlanır inşallah.
Həzrət buradan da bizə bunu bəyan edir ki, həmçinin Nəhl surəsinin 58-ci ayəsində də eyni zamanda bu məna olur ki, cahiliyyət dövründəki bir kəsin qızı olması onun üçün biabırçılıq, rüsvaçılıq, başı aşağılıqlıq gətirirdi. Qeys ibn Asim adında biri 11 qızını bu yolla bastırıb öldürmüşdü. Diridir, özü torpağa bastırırdı. Amma 12-ci qızı olanda özü səfərdə idi və ona yalandan demişlər, qızın ölüb. Qızı ta ki həddi buluğa çatır, ondan sonra işin üstü atılır və bilir ki, bu qızı var və onu da tutub anasından xəlvət quyunun yanına gətirib, naləsinə fikir vermədən torpağa bastırır. Ona görə də məxsusən İmam Səddiz əleyhissalamla gəlmiş başqa bir hədisdə də Peyğəmbər səllavatullahın valideynə xidmət etməyi bütün günahların bağışlanmasına səbəb olduğunu bildirən məqamlar var ki, bu mübarək hədisində biri bu cürdür. Deyir, Câə rəculun ilən Nəbi sələvatullah, bir kişi ki, gəldi Nəbi sələvatı, Peyğəmbər səllavatullahın yanına və qavlə, ya Resulullah, dedi ki, ey Resulullah, ma mən əməli qəbihi illə qəd əməltuhu fəhulləb ləbi mən təvbətə. Buyurur ki, ya Resulullah, mənim etmədiyim qəbahətli iş yoxdur, günah, əməl yoxdur, yəni etmədiyim günah yoxdur. Mənim üçün bir yol, tövbə qatışım varmı ki, bu günahlarımı silim? Əməllərimlə onları təmizləyim. Peyğəmbər sallallahu burada sual verir. Fəqalə ləhu Resulullah, Peyğəmbər də ona sual verir ki, fəhəl mən validəkə əhədəhiyyə, deyir, sənin valideynlərindən biri sağdırmı? Qalə əbi, deyir ki, atam sağdır. Peyğəmbər sözü cavabında deyir ki, qalə sələvatullah və zəhəbə fədirruhu fələmmə vəliyə qalə Resulullah sələvatullah ləfqanət əmməhum. O ki, deyir, atam sağdır, deyir ki, ged atana yaxşılıq et. Peyğəmbər də buyurur ki, kişi gedən zaman ki, kaş onun kaş onun anası sağ olaydı. Hədis də bəyan edir ki, atana yaxşı etmək bütün günahları bağışladar. Eyni zamanda halanın özü də necədir? Ananın yerindədir. Əgər xaladan da qabaq ata varsa, ataya xidmət eləmək, anaya da kömək etmiş kimi sayılar. Amma bir şərtlə ki, yəni anaya qarşı bu dünyada yaşaya üsyan olunmasın övlad tərəfindən. Eyni zamanda bu silsilə ardıcıllıq gətirir, valideynlə yaxşılıq etməyin əvəzində bol ruzi ömür uzanmasına səbəb olan amilləri. Özü ilə yəni bərabər gətirir. Valideynə yaxşılıq etməyin əməli təsirlərindən biri ruzunun bol, ömrünün də uzun olmasıdır ki, bu hədislərdə bizlərə sabit olmuş bir şeydir. Ki, valideynlər, xeyir əməl sahibi övladlar bu dünyada da müvəffəqiyyət qazanıb səadətə çatır, öz ömür və mallarından bəhrələnir, eyni zamanda valideynlər üçün infaq edirlər ki, bunun nəticəsində özlərindən sonra yüzlərlə xeyir, bərəkət nümunələri qoyub gedirlər. Peyğəmbər sallallahu aleyhi və səlləm ki, mübarək hədislərin yenə birini zikr eləyək, buyurur, qavlə Resulullah salavatullah, mən sərrətu'an yumidu ləhu fi ömrühi yəbsət ləhu fi rizqihi fəlisulu əbuyəhi fəin səlatuhuma mən tə'atullah. Peyğəmbər Resulullah salavatullah buyurur ki, hər kim ömrünün uzun, ruzunun bol olmasını istəyirsə, atasına yaxşılıq etsin. Çünki valideynə yaxşılıq və xidmət Allaha itaət etmək, ona tabi olmaq deməkdir. İmam Baqir aleyhissalam buyurur ki, Ana Əbu Cəfər aleyhissalam, Cəfərin atası İmam Baqir aleyhissalam buyurur ki, Səddəqtus sərtəfiə qazəbir Rabbi və bəril valideyni.
vesileter rahme yazidani fil acel. Buyurur ki İmam Baqir aleyhisselam, ziyasız, təkəbbürsüz, gizli ehsan Allahın qəzəbini söndürər. Silə-i rəhm valideynə məhəbbət göstərmək övladların da ömrünü, əcəlini uzadar. Burada Həzrət İmam Baqir Aleyhisselam valideynə hörmət və ehtiramın ömür uzatması səbəb olduğunu bəyan edir. İmam Sadiq Aleyhisselam mübarək hədislərinin yeni birində bizlərə bəyan edir ki, Qavlə Sadiq Aleyhisselam Mən əhibbə ən yəxfifəllahu əzə və cəllə anhu səkətətü məvtə fəlyəkun لقرابته وصولا ووالديه بارا فإذا كانت كذلك هو الله عليه سكرة الموت ولم سيابه في حياته فقراه عبدا. İmam Sadiq Aleyhisselam buyurur ki, hər kim ki can vermə anlarının qəbz-ruh olan vaxtının çətinliklərini asanlaşdırmaq istəyirsə, valideyninə yaxşılıq və qohum-əqrəbə ilə əlaqələrini davam etdirməkdə unutmasın. Əgər bu işlər yerinə yetirsə, Allah Teala can vermənin çətinliyini asanlaşdırar və belə bir şəxs həyatında heç vaxt fəqir olmaz. Fəqir olmaz. Buna görə də Həzrət bu hədisdə valideynə hörmət və məhəbbət etməyi, can vermə anlarını asanlaşdıran bir amil yoxsulluq sıxıntısından, bədbəxtlikdən asılı olma səbəbi kimi bizlərə bəyan eləyir. Zalim Abbasi xəlifələrin mütəfəkkir İslam tarixində ən ağır cinayətlər törədən şəxsdir. Çox zalim idi, Allah onu lənət eləsin. O, Peyğəmbər sallallahu əhli beytinə qarşı ən kinli insanlardan idi. Dəfələr İmam Hüseyin əleyhissalamın şərif qəbrini dağıtmış, İmam Hüseyin əleyhissalamın ziyarətinə gələnlərə qarşı hörmətsizlik etmişdi. O tarixə cinayətkar Həddad ibn Yusuf Lə'in kimi Kəşf Hüseyin ibn Əlinin qətlində iştirak edəydim deyə arzu edirdi. Mütəfəkkir Əhl-i Beytə qarşı kin, küdurət saxlamaqda hörmətsizlikdə o hədd aşmışdı ki, öz təlxəyi Übadət ibn Məxnəsi 1-ci İmam Həzrəti Əli əleyhissalamın yüksək məqamını təhqir edib alçatmağa, xəlifə və onun ətrafında olanları güldürməyə vadar edirdi. Onun oğlu Müntəsir isə Əli əleyhissalamın şiələrindən, onu sevənlərindən idi. O, atasının Əhl-i Beytə qarşı bəslədiyi kin və ədavətdən, onun həyasızcasına etdiyi hərəkətlərdən ruhən vicdan əzabı çəkir, qəlbində atasına qarşı kin bəsləyirdi. Onu öldürmək barəsində ustadı Əbu Ubeydə ilə məşvərət etdi. Ustadı dedi, atam bir nasibi Əhl-i Beyt düşmənlərindəndir. Onu öldürmək İslam nöqteyi nəzərindən vacibdir, amma bunu da bilməlisən, atasını öldürən şəxsin ömrü qısalar. Müntəsir bu barədə qəti qərara gəlir, öz dinini atalaq təəssübündən qabağa salır, öz dini vəsvəsini, hətta atası barəsində belə icra edir. Əli əleyhissalam yüksək məqamına qarşı edilən hörmətsizlikdən intiqamını atasından və onun təbxəyindən, habilə ətraflarından alır. Onlar şərab içərək sərxoş haldıkən hamısını qılıncdan keçirir, amma mütəfəkkir kimi cinayətkarı öldürən bu imanlı şəxs atasının ölümündən sonra 6 aydan artıq yaşamır. Mərhum Şeyx Abbas Qumi Fatimə Zəhra salamlarına hörmətsizlik edənlər adlı başlıqda bəhsdə babda yazır ki, o imanlı şəxs öz atasını öldürdükdən sonra 7 ay dünyada qalıb, sonra vəfat eləmişdir. Amma bu cür həyasızlıqlar daha çox idi. O dövrdə müxtəlif məclisdə Əli əleyhissalam və xanım Zəhra salamullah əleyhanın böyük yüksək məqamlarına qarşı bunlar edilirdi. Allah Teala Bəqərə 67-ci ayəsindən başlara buna oxşar bir hadisəni də bəyan edir ki, mərhum Əllamə Məclisi Biharul Ənvarın 74-cü cildin 68-ci səhifəsində mərhum Şeyx Sadıqun Uyun Əxbar-ı Rıza kitabının 2-ci cildin 10-cu səhifəsindən nəqlən götürərək İmam Rıza əleyhissalamın nəqlini bəyan edir ki, deyir, mən İsrail tayfasından bir varlı adam var idi. Onun öz əmisi oğlundan başqa heç bir varisi yox idi. Bəzi hədislərdə gəlib ki, qardaş oğlu idi.
O da deyir ki, yəni onun təzədən irsi tez əldə eləmək üçün kişini öldürür. Yəni bəziləri deyir, hətta buradakı səbəbi eşqlə bağlı. Çünki qatil öldürülən şəxsin qızını sevirdi, lakin atası razılıq vermirdi. Buna görə də deyir, qızın yəni atasını öldürməyə qərarı alır həmin insan. Sonradan özü şikayətçi kimi Həzrəti Musa əleyhissalamın yanına gəlib əmsinin qatilini tapmağını istəyir. Allah Teala Musaya əmr edir ki, Bəni İsrail xüsusi bir inəyi kəssin, bir üzvünü öldürənin bədəninə vursunlar, o da dirilib öz qatilini tanıtdırsın. Yəni o müəyyən bir hissəsini inəyin vuracaqlar ölüyə, o da diriləcəkdir. Belə bir məxsus əlamətləri də malik olan inək yalnız bir nəfərə layiqli oğlanda var idi. Yəni o atasına çox gözəl ehsanlı və yaxşılıqlar etmişdi. Həmin oğlan çox gəlirli bir alver danışmışdı. Pulunu vermək üçün pul sandığının yanına gedir, amma görür ki, atası yatır, sandığın açarı da başının altına qoyub. Oğlan ədəbli müvəffəqli bir insan olduğunu atasını oyatmır. Onun rahatlığını dünyanın fani məhəbbətinin üstün tutur. Ata yuxudan oyandıqda məsələdən agah olur və oğlunun təşəkkür ünvanı ilə o inəyi oğluna bağışlayır. Allah Teala da bu gözəl əməlin dünyavi əvəzi kimi Bəni İsrailə əmr edir ki, həmin inəyi alsınlar və əvəzində həmin inəyin dərisi tutan qədər qızıl versinlər. Bu, Qur'anın Bəqərə surəsində təfsilatı ilə gəldiyindən həmin surə Bəqərə, yəni inək adlandırılmışdır. Yəni inək dişidir də, öküz erkəkdir. Bəqərə yəni inək mənasındadır. Bu hekayə diqqət etməklə nəticəyə gələrək ki, ya mütəfəkkirin oğlu müntəsir heç də dinin Allahın buyurduğunun əleyhinə bir iş görməmiş, heç bir xilaf işi mürtəkib olmamış. Çünki mütəbəkkil kimi bilməli onun cinayətlərinin sayı hesabı yox idi, lakin o müntəsirin atası və atalıq haqqına malik olduğuna görə bu əməlin vəzi, təsiri çox sürətli idi. Ona görə də cavan müntəsir atasını öldürdükdən qısa müddət sonra dünyadan gedir. Belə olan halda övladların öz dindar və ürəyyanan valideynləri qarşısında vəsvələri aydın olur. Mütəvəkkil kimi fəsadçı və murdar bir atanın qətl etirilməsi cavan oğluna öz təsirini göstərirsə və onun vaxtsız ölümü nəticələnirsə şübhəsiz əməli salih ata-anaya qarşı hər növ səhlənkarlıq və təhqir dözülməzdir. Ziyanı da daha ağır olacaqdır. Ona görə də ata-ana barəsində hər hansı bir fədakarlıq əsirgəməməli, axirət mükafatı Allahın razılığını cəlb etməkdən əlavə bərəkətli ömür və bol mal dövlətdən də faydalanmalıyıq ki, bunun da nəticəsi valideynə itaətdir. Şimdi bəzi məsələlər var ki, burada bəziləri deyir valideynlərdən hansı irəlidir, ata-anadan ya ana-atadan irəlidir, görürsən İslamın nəzərində bu necədir? Hüquqlar baxımından necədirlər? Bu sualın cavabında qeyd etməliyik ki, hüquq və vəzifələr qarşılıqlı və eyni ölçüdədir. Yəni, din bərabərlikdədir. Bunda heç birinə fərq qoymur. Müəyyən hüquq baxımından ola bilsin ki, kimisə üstünlük olsun. Heç kəs mənim hüququm var, amma xidmət etməyə vəzifəli deyiləm, deyə iddia edə bilməz. Həmçinin bir kəs xidmət etməyə vəzifəli olub, hüququ olmadığını iddia edə bilməz. Buna əsasən ata-ananın övladın yolunda çəkdikləri sonsuz əzab-əziyyətlərini, zəhmətlərini və öhdələrini aldıqları ağır məsuliyyətlərini ayrı-ayrı nəzərə almaq, onları bir-biri ilə müqayisə edib hansısa mühakiməni yürütmək olmaz. Şübhəsiz, ata və ana hər ikisi övladlarının xoşbəxtliyini, əbədi səadətini istəyir. Onların həmişə yaxşı güzarında, səadət içində olmalarını arzular. Əksəriyyəti övladların mənafe və hüquqlarını özlərindəkindən qabağa salır. Buna görə də özlərini bu yolda fəda etməyə hazırlayır. Bu cəhətdən görürük ki, Allah Teala Qur'an ayələrində məsum imamlarımız öz kənanlarında valideyni ehtiram təbirini gətirir. Onlardan birini digər üstün etmirlər. Ki, ata-anaya ehtiram hər ikisinin səviyyədə lazım və vacibdir. İsmətli və pak əhl-i beytin göstərişlərində təbii olaraq üzücü zəhmətləri və əzab-əziyyətlərinə görə ananın hüququnu əxlaqı və atifə cəhətindən atadan irəli üstün hesab ediblər. Üləmalılar. Yəni, ananın övladı böyüdü boya başa çatdırmaqdakı tərbiyə prosesindəki çəkdiyi sonsuz və üzücü zəhmətlər atanın çəkdiyi əziyyətlərdən artıq olduğuna görə təbii ki, onun da hüququ artıq olacaqdır. Doğrudur, ata yəni övladın sağlamlığını, yeməklə, mənzillə, geyimlə təmin olunmasını, digər ehtiyaclarını təmin edir.
Amma 9 aylıq hamiləlik, habelə uşağın doğuş və süd ülgü mərhələdəki ağır zəhmətləri çəkən məhz anadır. Hətta bu mərhələdə müxtəlif əzəbəziyyətlərə qarşılaşdıqdan sonra gecələri oyaq qalıb öz əziz və behriban balasına nəvaziş göstərir, bacarıqsız və zəif olduğu vaxtlarda onu qoruyub saxlayır, onu təmizləyib pak hala gətirir. Buna görə də prosesin axırında valideynlərin hamısının övlad yolunda çəkdiyi zəhmətləri daha çox olsa, onun hüququ digərindən daha çox və üstün olacaqdır. İmam-ı Sadiq aleyhisselam bu haqda bir hədisdə buyur, Qalə Sadiq aleyhisselam cəarəcün ilə nəbi salavatullah fəqalə ya Rasulullah mən əbəro, qalə əmləkə, qalə sümməmən, qalə əmməkə, qalə sümməmən, qalə əmməkə, qalə sümməmən, qalə əbəkə. Bir-birdən kişi Peyğəmbər sallallahu yanında gəlir. Deyir, ya Rasulullah, kimə yaxşılıq edeyim? Peyğəmbər sallallahu buyurur ki, anava. Sonra kişi yenə soruşur ki, sümməmə, yenə kimə eləyim? Qalə əmməkə, yenə buyurur Peyğəmbər ki, anana. Qalə sümməmən, qalə, yenə soruşur ki, yenə kimə yaxşılıq edeyim? Üçündə yenə Peyğəmbər sallallahu ki, qalə əmməkə, yenə anana yaxşılıq edəsən. Üçüncü dəfə, sonra yenə növbətdir. Dördüncü dəfə deyir ki, qalə, kişi deyir ki, sümməmən, yəni əbəra, yəni yenə kimə mən yaxşılıq edeyim? Peyğəmbər sallallahu buyurur ki, qalə əbəkə. Dördüncü dəfə artıq Peyğəmbər sallallahu deyir ki, atava yaxşılıq et. Yəni hədisdə də Peyğəmbər 3 dəfə anasına hörmət etməyi tövsiyə edir, dördüncü dəfə atasına yaxşılıq etməyi tövsiyə edir. Hədisdəki sümmə kəlməsi ərəblə dərəcə etibarilə sonraki mərhələdə yerləşdiyini, növbəti gələn sözün, birləşmənin dərəcə etibarilə sonrada yerləşdiyini göstərir. Bu hədisdə də ananın övlad üzərindəki hüququnun, atanın övlad üzərindəki hüququndan irəli olması məlum olur. İmam Baqir əleyhissalam buyurur ki, Baqir əleyhissalam Avseykə bi'əmməkə qalə ya Rabbi أوصني قال أوصيك بعمك قال يا ربي أوصني قال أوصيك بعمك قال يا ربي أوصني قال أوصيك بأبيك. İmam Baqir buyurur ki, Həzrəti Musa Allahla müraciət edirdi. Ondan muizə etməsini istəyir Allahdan. Ey Rəbbim mənə muizə et. Allah Teala ona 3 dəfə deyir ki, anası barəsində bəhs edir, 4-cü dəfə də atası barəsində tövsiyələr eləyir ki, yəni ona yaxşılıq et, sədaqətli o, qəzəbləndirmə. 3 dəfə ananı dedikdən sonra 4-cü dəfə atası haqqında tövsiyə edir. Bu iki hədisdən də ananın hüququnun, atanın hüququndan irəli olmasını anlayırıq. Həmçinin əvvəldəki bir mübarək hədisi qeyd elədik ki, Peyğəmbər o kişi gedəndə deyir ki, kaş onun valideyni sağ olaydı. Həmin hədisdə bəyan edilir ki, yəni ata, həmin kişi deyir ki, atam sağdır, deyir, get atana yaxşılıq et. Amma kaş anan sağ olaydı. Ki, demək, ananın məqamının daha irəli olduğunu bəyan edir. Sən Müslim İbn-i Həccac özündə səhih kitabında hətta o da qeyd edilir ki, Ən-Müslim qalə rəculun ya Rasulallah mən əhəqqi bihəsənil sahibətə. Bir dənə deyir kişi Peyğəmbər sallallahu sual verir ki, kim həmsöhbət olmağa daha layiqdir ya Rasulullah? Qalə salavatullah əmməkə. Qalə sümmən, qalə əkə. Qalə sümmən, qalə əmməkə. Qalə sümmən, qalə əbukə. Deyir, kişi yerə soruşur ki, deyir, kim daha layiqdir mənə müsahib olmağa, həmsöhbət olmağa? Peyğəmbər deyir ki, anan. Kişi yenə deyir ki, yenə kim layiqdir, yenə buyurur anan, yenə soruşur 3-cü dəfə kim layiqdir, deyir yenə anan, 4-cü dəfə soruşanda Peyğəmbər buyurur ki, atan. Bihar-ül Anvarın 74-cü cildinin 416-cı səhifəsində gələn mübarək hədislərdəndir.
Yəni, hədisdə nəticə əldə olunur ki, ananın hüquqları əxlaq, atifə, insani rəftar baxımından ata hüquqlarından irəlidir. Yəni, həqiqətən, ananın övlad barəsində qatlaşdığı zəhmətlər ataya nisbətən ağırdır və artıqdır. Övladların da müxtəlif üzücü ağır zəhmətlərini, əziyyətlərini, xüsusilə hamiləlik və doğuş zamanı dözmək analar üçün çox çətin olur. Amma atalar təbiət və xilqət cəhətdən daha çox təfəkkür, məntiq məziyyətlərinə sahib olduğundan, onların hərəkətləri mühakimə yürütməsi ehsasatlarından, emosiyalarından uzaq olduğuna görə övladların xeyir və mərifətlərini anadan yaxşı dərk edib onu xatırlayırlar və övlada da xatırladırlar. Müqəddəs İslam şəriətində ata övladların qəyyumu hesab olunaraq onların üzərində vilayət və ixtiyar sahibidir. Amma ana belə bir imtiyazdan, azadlıq, vilayət və ixtiyar sahibi olmaqdan məhrum olmuşdur. Bu cəhətdən İmam Baqir əleyhissalamdan nəql olunan hədisdə atanın hüququ ən yüksək bir hüquq kimi təqdim edilir. Bir nəfər Peyğəmbər sallallahu huzuruna gəlib soruşur. Cə'atü imra'atun ilən Nəbi sallallahu, bir dənə qadın gəlib Nəbi sallallahu yanına daxil olur. Fəqultu ya Rasulallah, mənə əzəmun nəsi haqqan alə ricalun. Haqqan alə rəculun sual verir Peyğəmbər ki, ya Rasulallah. O deyir ki, ya Resulullah, kişilərin üzərində hüquqa, haqqa malik olmaq baxımından kimin üstünlüyü çoxdur? Kişilərə, yəni, nisbətdə. Qavlə Resulü Ekrem sallallahu aleyhi və səlləm Peyğəmbər sallallahu buyurur ki, vələduhu qaltə fəmənə əzəmun nasi haqqan aləl amratu. Onda Peyğəmbər sallallahu buyurur ki, atanın haqqı bütün haqlardan daha üstündür. O qadın yenə soruşur ki, qadınların üzərində haqqa malik olmaq baxımından kimin haqqı daha üstündür? Qalə salavatullah zəvcəxə. Nə deyir? Peyğəmbər sallallahu buyurur ki, yenə də onların zəvcələr üzərində ərinin haqqı, yəni daha çoxdur. Yəni, bu hədisdə atanın hüquqların ən yüksək və üstünü kimi hesab olunur. Həmçinin qızlar ərə getməyənə qədər atanın onlar üzərindəki haqqı bütün haqqlardan yüksəkdir. Amma ərə getdikdən sonra ərinin haqqı daha irəlidir. Peyğəmbər sallallahu qadının kişi qarşısında olan vəzifə və borclarını bütün vəzifə və borclardan irəli saldığı bu hədisi o vaxt məna kəsb edir ki, qızlar ərə getmiş olsun. Əks halda isə atalıq haqqı irəlidir. Həzrət Əli əleyhissalamın bu sözlərindən bəyan olur ki, nə deyir? Əli əleyhissalam deyir ki, atanın şəxsini qoruyub məqamını hiss etmək üçün buyurur. Övladların vəzifələrindən biri də budur. Ata onların yanına gəldi, ehtiram əlaməti olaraq öz yerindən qalxsın, hətta hökmdar olsa belə. Əli əleyhissalamın bu sözündən belə çıxır ki, atanın şəxsiyyətinin təzimlə yad edilməsi və ehtiram qoyulması onun hüququnun, ananın hüququndan bu cəhətdən üstün olmasını çatdırır. Həmçinin Peyğəmbər sallallahu da atanın hüquqlarını elə bu hədisin oxşarı olan bir hədisdə bəyan edərək övladlara əmr edir ki, heç vaxt ondan qabaq yol getməsinlər. Ondan qabaq oturmasınlar, həmişə danışanda atanın şəxsiyyətini nəzərə alsınlar, uca tutsunlar. Qeyd olunan hədis və rəvayətlərdən ananın övlad yolunda çəkdiyi zəhmətlə göstərdiyi fədakarlıqların son dərəcə ağır olduğu aydın olur ki, öz canişinin, yəni övladı ki, onun canişinidir, canının meyvəsidir, şirəsidir ki, öz qanı ilə, canı ilə övladını böyüdüb, boya başa çatdırıb, onun şəxsini formalaşdıran, cəmiyyətə layiqli, ürəyyana bir fərd kimi təqdim edən məhz anadır. Anada övlada qarşı ülvi hisslər, məhəbbət, mehribanlığı daha çoxdur. Ona görə də onları üzərində övlad həmişə razı salmalıdır. Müqəddəs İslam şəriətində həqiqi atadan əlavə müəllim və qaynata da ata kimi qeyd olunub. Bu müqəddəs din insanı uşaqlıqda süd verən dayələrə, uşaqların təlim tərbiyəsinin öhdəsini alan müəllimlərə, habelə ana hökmündə olan xalıya ana gözü ilə baxır, onlara ehtiram qoyulmasını tövsiyə edir. Peyğəmbər sallallahu buyurur ki, Əl-əba'u səlasətun. Ata üçdür. Əbu validəkə, Əbu zəvcəkə və Əbu
ilməkə. Deyir, ata üçdür. İnsanın həqiqi atası, yəni onu dünyaya gətirən, belindən gəlmiş övladı ki var, onun həqiqi atasıdır. Qızın insana ərə verən qaynata, yəni o evə ki gəlin, orada qaynatası var. Həmin qaynata ikinci atadır. Üçüncü də ki, ata o atadır ki, insana təlim, tərbiyəni və elm əldə etmək yolunu öyrədən müəllimdir. Diqqət edirik ki, İslam Peyğəmbəri salavatullah qaynata və müəllimi ata kimi tanıtdırıb, həqiqətən də həmin ibarə ilə qeyd etmişdir. Bu ibarə onların danılmaz haqları və əzəmətlərinin nişanəsidir. Bizim cəmiyyətlərdə onlara ehtiram qoyulmasına son dərəcə səy göstərməli, canla başla onların ehtiramı saxlanılmalıdır. Yəni, ona görə də, məsələn, Bəqərə sözün 132-ci ayəsində Həzrət İsmail əleyhissalamın atası Yaqub, Yaqubun daha doğrusu Həzrət İsmail əleyhissalam atası kimi qeyd olunur. Halbuki onun əmisi düşür. Amma məqam baxımından nədir? Ona ata kimi düşür. Onun ustadı bir müəllimi, onu yetişdirən bir şəxs olduğuna görə ona xüsusi ata vurğulanır. Bəli. İslam dinində müəllim və tərbiyəçilərə yüksək məqam verilib. Ümumiyyətlə, onlar yüzlərlə, minlərlə insan təlim, tərbiyə məsuliyyətini öhdəsinə götürüb, onlara hər növ əqidə zıxınlıqlarını qoruyub, saxlayıb, insaniyyət və kamal yolunu onlara tanıtdırıb. İnsanın doğma valideynlərini, həqiqi valideynlərini vermədiyini verir ustad. Bu cəhətdən cəmiyyətdə həmin paş və fədakar insanlar son dərəcə təqdirə və ehtirama layiq görülməlidir. Çünki onların tutduğu yol və hədəf müqəddəs peyğəmbərlərin yoludur. Məhz bu səbəbdən peyğəmbər özünü və Həzrət Əli bu ümmətin mənəvi atası kimi tanıtdırır. Çünki onlar bu ümmətin müəllimi və tərbiyəçiləridir. Peyğəmbər səhəllah buyurur: Ənə və Əliyyun əbu hazihil ümməti vəl həqqına عليه معزمي من حق أباء وولادتهم فإن نقزهم إن أطاعنا من النار إلى الدار القرار. Deyir, mən və Əli, hər ikimiz bu ümmətin atasıyıq. Bizim bu ümmət üzərində olan haqqımız onların həqiqi atalarına qarşı hüquqlarından çox-çoxdur. Çünki onlar bizə itaət etsə, biz onları cəhənnəm odundan cənnətə və səadətə doğru hidayət edərik, apararıq. Bu hədis müəllimin və İslami bir mübəlliğin, təbliğatçının, məxsusən müdərrisin məqamının, atanın məqamının üstün olduğunu göstərir. Çünki Həzrət bizim haqqımız onların haqqından irəlidir kəlamının səbəbində belə bəyan edir ki, biz onları ayıldaraq düz yola hidayət edirik. Bunun mənası bu gəlir ki, hər kəs bu məsuliyyət öhdəsinə götürsə, onun məqamı həqiqətən məqamının üstün və ləyaqətli olar. Çünki müdərris insana xəta və bəlalardan uzaq olmaq üçün yol göstərən şəxsiyyət. Mübəlliğ, müdərris həm mübəlliğdir, həm müdərrisdir. Amma mübəlliğ özü təklikdə isə müdərris olmaya bilər. Bu da ki, şərt deyil, əsas deyil ki, o insan müdərris kimi qələmə verilsin. Çünki hər bir insan muizəxan ola bilər, vaiz ola bilər, çıxıb muizə eləyər, danışar, amma müdərris ola bilməz. Ona görə də diqqət eləmək lazımdır ki, insan bir mahiyyəti də öyrənərkən özünə mənəvi ata olaraq seçdiyi şəxs gərək müdərris olsun. Yəni, vaiz, muizəxan adicə olmasın. Yəni, müsəlmanlarla kafir arasında bağlanmışan Hüdeybiyyə sülh müqaviləsindən sonra bu müqavilə Qureyş kafirləri tərəfindən pozulur. Bunun əvəzini çıxmaq məqsədilə Əbu Sufyanı üzr istəmək üçün Peyğəmbər yanına göndərdilər. Əbu Sufyanın qızı Peyğəmbər arvadlarından biri olduğuna görə o qərar alır ki, öz qızının evinə getsin. O, öz qızının evinə daxilində Peyğəmbərin döşəyi açıq idi. Həmin döşəyin üstündə oturmaq istəyəndə Ümmü Həbibə öz kafir atasının Əbu Sufyanın üstündə oturmasına mane olur.
Əbu Sufyan bəlkə narahat olub deyir, qızım bu döşəyi mənə layiq görmədin, yoxsa mənə bu döşəyi layiq görmədin? Qızı dedi, ata bu döşək Peyğəmbər sallallahu məxsusdur. Sən isə kafirsən. Mən kafir bir şəxsin bu döşəyin üstündə oturmasına razı ola bilmərəm. Diqqət yetirək, bu qız həmin atanın qucağında böyüyü boya başa çatmışdı ki, o atanın onun üzərində haqqı var. Amma ata-övlad münasibətləri, məhəbbəti də inkar olması deyil. Amma Tövhid məktəbində, Peyğəmbər sallallahu evində İslam dini, təlim, tərbiyəsi bütün atalıq tellərinin ata-övlad məhəbbətini kənara qoyur. O təkcə öz mürəbbi və müəllimini öz atasından üstün tutmur. Həm də onun Peyğəmbərdən döşəyin üstündə oturmasına mane olur. Bu hədislər və tarixi hadisələr İslam əsasında fəaliyyət edən dindar müəllimlərin ehtiramının son dərəcə yüksək olduğunu bəyan edir. Biz onlara hörmət göstərmək üçün bacardığımız qədər çalışmalıyıq. Həzrəti Əli əleyhissalam buyurur ki, müəllimə ehtiram əlaməti olaraq öz yerindən qalxıb ona təzim et. İslam hədislərində isə xala və süd anası da ana hökmündədir. Bunlar ana əvəzidirlər. Onlara xidmət, hörmət, təzim təkid olunub. Cavanlıq dövründə ağır cinayətlə xətər etmiş bir cavana Peyğəmbər sallallahu günahların kəffarəsi kimi xalasına xidmət etməyi tövsiyə edir. Böyləcə xalan sənin ana yerindədir. Tarixdə qeyd olunur ki, Əbu Ləhəb lənətullahın Suveytdə adlı bir kənizi var idi. Peyğəmbər sallallahu 4 ay müddətində süd verib. Amma Peyğəmbər sallallahu bununla belə onun zəhmətlərini hədərə verməyi unutmur. Daim ona qarşı yaxşılıq edib, onun ardınca gedərək ona hörmət edirdi. Peyğəmbər sallallahu onun vəfatından xəbərdar olanda dərindən kədərlənir, ona qarşı göstərdiyi məhəbbətlərini xatırlayır. Peyğəmbər sallallahu onun süd anası Həlimə Sədiyyəyə də o qədər ehtiram edir ki, başqalarını təəccüb gətirirdi. Yalnız bir dəfə Həlimə öz ağır maddi vəziyyətinə şikayət edir. Peyğəmbər Xədicənin istəyi ilə Peyğəmbər sallallahu ona 40 baş qoyun və dəvə verir. Həvazin qəbiləsinin Peyğəmbərlə vuruşduğu və 6000 nəfər müsəlmanlar əsir düşdüyü Hüneyn müharibəsində Həlimənin bir qızı və bir oğlu da əsirlərin arasında idi. Həzrət Əleyhisselam alicənab qadının göstərdiyi fədakarlıqlara təşəkkür kimi onun övladlarını hörmət edir, əbasını süd bacısının altına sərir, onların qədəmlərini əzizləyirdi. Sonra o süd bacısının vasitəsilə bütün əsirləri azad etməyi, süd anasına ehtiram göstərməyi, öz ardıcıllarına nümunə göstərir. Bəli, insan süd verən analar, insan həqiqi anası hökmündədir, eyni zamanda da xalası, onlara ehtiram göstərmək lazım və vacibdir. Ki, bu haqda geniş hədislərimizdə və Quran-ı Kərimdə ayələrdə zikr olunmuşdur ki, Allah Teala bizləri bunlara əməl edənlərdən qərar versin. Vəlhamdülillahi Rabbil alamin.